Herkese salam, kanalıma edimamız hoş geldiniz. Mən Asim, bu günləri yenidən yeni bir video ilə qarşınızdayım. Bizim mayın 31-i sinifcə vinetka çəkilişimiz var və o vinetka çəkilişi üçün bu günləri Yusifdən paltar aldıq özümüzə. Paltar üçün də 28-ə Nizamiyə bir Nərmanova getməliyik. Bu hərəsindən elə bilin bir dənəsini alacağıq da. Birindən şalvar, birindən köynək, birindən ayaqqabı. İndi bir dənə gedib saçımı düzəldim. Ondan sonra oturub bir dənə video var, uzun vlog, qısa vlog, onu editləyim, paylaşım. Ondan sonra Yusiflə görüşüm, biz düşək yola. Ağlımda təqribi olaraq bir kombin var. Köynəyim əslində mənim hazırdır. Yəni bir dənə yaşıl, bir dənə də bardov rəngdə köynəyim var. İndi göstərərəm. Prosta şalvarla ayaqqabı tam belə dəqiq deyil, biraz qəliz məsələdir. O rənglə gedən bir şey tapmalıyam və neyniyim, qram fikrim yoxdur. Elə bilin ki, gözümlə göstərim də. Bax, elə bilin ki, biri bu köynəkdir, bu yaşıl köynək. Bir də bu bardov köynəkdir. Və bu ikisindən birinci inciyəm. Şalvar olaraq da normalda ağ şalvar geyəcəydim. Bu yaşılla ağ şalvar. Prosta ağ şalvarı yay çəkilişində geyəcəyəm deyənə. Yay çəkilişində ağ şalvar, mavi köynək geyəcəyəm deyə. Yəni eyni olmasınlar yazılan. O səbəbdən daha başqa bir şey almalıyam bu günləri. Krem rəngləmək istədim. Elə bilin ki, elə bu cür bir şey də. Prosta bununla bu heç getmədi. Yəni qram bəyənmədi. İndi bu günləri geyəcəyik. Görüm bundan da açıq rəngdə bir krem rəngində bir şalvar tapa bilsəm, bununla getsə onu alacağam. Getməsə gedəcəm bardovya bir şey düzəltməyə. Bir də gözləyim. Buradayım şöyle. Belə bir dənə yaşıl şalvar var. Bu yaşıl şalvarla bu yaşıl köynəyi bir dənə yoxlayacağam. Görüm necədirlər. Yəni əslində yaşılla yaşıl istəmirdim. Prosta yəni olmasa əgər krem falan tapa bilməsəm, məcbur yaşılla yaşıl giyinərəm. Çünki əslində pis deyirlər, pis görünmür. Prosta krem daha xoş görsənir gözümə. Ona görə yəni krem üçün biraz dirəşmişdim başda, amma yəni olmasa yaşıl giyinərik. Yəni bez problemdir. Ayaqqabıda ki, ağlımda bu Nike Air Jordan'ların bir dənə yaşıl forması var idi. Prosta onu heç yerdə tapa bilmədim. Yəni təzə çıxıb deyənədir, yoxsa çox köhnədir deyə bilmirəm. Tapa bilmədim. O səbəbdən ki, bu günləri ayaqqabı baxacağam. Yəni Nike Air Jordan olsa çox qəşəng, çox əla. Yəni yaşıl rəngdə və yaxud da həm yəni kombinim necə olacaqsa ona uyğun bir rəngdə Nike Air Jordan olmasa da başqa bir ayaqqabı Puma'dan, Adidas'dan falan, amma çalışacağım ki, belə necə deyim, patdelka mı marka bir şey olsun. Neyse, çox danışdım indi. Söndürüm bunu, geyim bir dənə. Yoxlayım bunu, yaşılla yaşıl görüm necə gedir. Ondan sonra videonu editləyim, saçımı düzəldim. Sonra videonu editləyim, sonra Yusiflə görüşüb çıxacaq böyle ehtimal. Deməli geyindim onları. Prosta yəni yaşılla yaşıl yenə gedirdi. Yəni o birisilərə nisbətən daha yaxşı idi. Amma bu məndə olan kalsinlərdir, kremdir falan, onunla bu yaşıl heç getmirdi. Bardov ilə da gedən heç nəyim yoxdur. Ona görə bilmirəm, yəni bu köynəklər götürərəm özümdən, neyniyərəm, neynəmirəm. Qram bir fikrim yoxdur, təmiz lombuya düşdüm. Bilmirəm, oturum indi videonu editləyim, onu paylaşım. Əslində yazım bu Yusifə çıxaq gedək. Bu yatıb qalıb böyük ehtimalla nə bu yer. Deməli, videonu editləyəndə baxın, belə bir hissə ilə qarşılaşdım və burada yuxudan oyanmışdım. Özümdən iyrəndim. O halımı elə bilin özümdə təsəvvür elədim və bilmirəm, istəmsizcə bir çimmək istəyə gəldi mənim içimə. Ona görə girib çiməcəyəm. Ondan sonra gəlib bunun editini tamamlayaram. Çox qısa hissəsi qalıb onsuz da. Bir də short versiyasını editləyərəm, paylaşaram. Ondan sonra da Yusif gələr, gedərik. Çünki Turboda yazdı mənə. Və dedim bir dənə burada çıxan şeyləri də qırxım. Nə qədər olar ha bu? Bir həftədə falan saxlayırdım belə. Geçən görünürdü, xoşum gəlirdi. Amma öncə geyim qırxım. Çünki məktəbə gedirəm və məktəbə qoymurlar. Çıxmışıq evdən. Bax bu yanımdakı şəxsiyyət var ha. Buna görə mən qısa videomu editləyəmədim. Uzunu editlədim, hazır elədim. Amma buna görə, baxın buna görə qısanı editləyəmədim. Yəni bu günləri çıxırıq 11 deyə saat. Demişəm. Düz deyir. Amma biz normalda oradan görüşüb parka gedəcəydik, yəni demişəm ki, tez gedək. Sonra biraz tez görüşək. Amma biz də əgər yəni getmiriksə Axşam yazdım bax sənə. Parka getmiriksə biz nə atdırırıq, səhərin gözü açılmamış dükanda. Mənə deyir ki, onun yarısı çıxıram, bax SMS var. Onun yarısı çıxıram, saat 9-da oyandım mən gülüm. Saat 9 idi, ona işləmiş idi, nə kravatımdan şəkil atır mənə.
Neçə idi saat yadımdan çıxıb. Mən də etdim ki, əgər durmayıbsa qoy müəllim bir damızda yatsın, mən də işlərimi görüm. Deməli indi dükanda bir dənə açıqı gördüm. Yaşıl rəngdə idi belə istədiyim kimi. Prosta onun qiymətinə üzbözdə bir dənə köynək var idi. O cür fikirləşin. Ondan 1 manat ucuzda bir dənə şalvar var idi. Bir dənə də o cürünə fikirləşin də. Gedək indi amma bu şalvarla ayaqqabı həll eləyim. Əgər ikisi də həll olsa, gəlib o atkını aldım bəlkə. Çünki o atkıda çox gözüm qaldı. Qəşəng atkı idi belə. Ləzzət elədim mən. Və kvadrat fason bir şey idi. Qəşəng qalırdı. Metrodayıq indi və gedirik 28-ə. Gənclikdə New York-a girdik prosta bundan qabaq. Qəşəng şalvarlar var idi. 13 mağazada köynəklər var idi. Uy bir yıxıldım. Ayrı baxıyorum. Allah pis yıxıldım. Plekanı xarab ediblər orada. Buradan yeraltı nə bilim neyinə, diş baxanlara bilmirəm. Plekanlarımızı düzəldim, bunlar olmadı. Metro gəldi mi? Metro gəldi, metroya minirik. Bilməm, eşidirsiniz, eşitmirsiniz. Bağlayıram bunu, bir də çıxanda açaram. 28-deyik, bax, gedməli olduğumuz yer bunundur. Bax, bu gəlib oradan alır da şeyini. Bədbəxt yeri tanımır, tez ol bizim yolumuzda. Bədbəxt yolu tanımır, deyir ki, gedək. Ayrı səndir ama. Mən də elə böyük ehtimalla yaşıl giyinəsi oldum. Bir dənə ayaqqabı alacağım özümə füsun. Deməli, ayaqqabını aldım. Belə bir ayaqqabıdır. Nəsə, şalvar böyük ehtimalla almaram. Elə tünd yaşıl şalvarla bu açıq yaşıl köynək giyinərəm. Bu ayaqqabı ilə məncə qəşəng gedirlər. Çünki o axqaradır. Axqara da demək 90% ilə gedir. Üstündəki bu yaşıl şeydə şalvarımın yaşılından təqribi üst-üstə düşür də. İndi bəs bunu aldım. İndi şalvar üstünə bir dənə baxacağam. Görüm əgər istədiyim kimi krem bir şey də alabilirsəm alaram. Tamam məsələn də yəni almaram, tünd giyinərəm yazı. Çünki yazla yay istəmirəm çox oxşar olsun da. Çünki yay şey hazırdır. Yəni yayda hamı ağ şalvar, mavi köynək falan giyinəcək. O yəni o tonlarda bir şey giyinəcək. Yəni mavidə açıq bir şey olacaq da. Ona görə istəmirəm yazla yay çox oxşasın, amma krem, yəni tam istədiyim kimi bir şey tapsam, krem tapsam alaram. Amma tapmasam elə yaşıl bir də ayaqqabı gedərəcək üçün. Şəxsiyyətə görə, bu insana görə və adam şəxs deməyə də utanır da. Yəni dünyada oksigen israfına səbəb olan insanlardan biri budur. Deyir ki belə. Gənclikdə hər yeri tanıyır. Gəl buradan gedib düz çıxar. Belə inamlı deyir. Gətir bizi. Mola o bir sözündən çıxardı. Nə bilməm valla. Xeyirsiz insanlar, həmişə həyatımızda olacaqlar. Onlara qulaq asmaq özəlimizdədir. Mən asıram, siz asmıyorsunuz. İndi gedirik New York-a da, o gördüyüm köynəklərdən birini falan alarıq yəqin ki, belə qəşəng girin. Bu da tanı klokuna. Məsələn, 2 dənə şey alır, göstər. İndi axat olsa bunda. Gözü qalxışın deyəcəksən. Sən demə, buradandır, mən biləm. Gəl, buradan geçsək oyan. Bəhrəmovun arxasından çıxırıq. Adayım destekten çıxırıq. Azərbaycan Dövlət Yarmarkası. Həri. Azərbaycan Dövlət. Orada nə heç yazır? Azərbaycan Dövlət Akademiyası olmalıdır. Bilmirəm, mən də tam, yəni səhv ola bilər. Akademiya Azərbaycanda bir dənədir, məncə qoysan. Hala mən nə bileyim, ada vaxtıdır, ada lazımdır mənə. Öyrən ki, girdik New York-a, belə kişiləndim ki, bir dənə köynəyi alacağam. Və köynəyi götürdüm, kassaya gəldim. Kassada elə sağa sola çevirdim köynəyi. Köynəyin arxası cırıq. Bu boyda bir dənə deşik var köynəyin arxasında. Mən o üçün sənə başımla belə eləyirdim ki, gəl içinə. Mən sən deyirəm, köynəyin cırıq. Nəsə apardıq köynəyi qoyduq, indi gəlmişik burada Olimp dönərə, biz dönər alır. Nə təsəvvür eləyin ki, 28-də biz bu ilə bir dənə cipsi aldıq. Balaca bir şey idi də. Tapdım. Hanı? O da zibil yeşib. Təsəvvür eləyin ki, 28-də biz bunu aldıq. Nəyə görə, Allah haqqı. Bax o, 28-dən Gəncliyə gedmişik. Gənclikdən bura kimi gəlmişik. Qabağımıza bir dənə zibil yeşiyi çıxmayıb da ki, biz bunu tulluya və əxlaqlı uşaqlar olduğumuza görə zibili yerə də tullamırıq. Baxın. Fərasət ayrı bir şeydir. Yəni yerə də tullamırıq. Neçə saat olub öyle bəlkə 1 saat zad olub nə qədər. Cibindən üzə sıxar ki, cibində istəyir bunu ki. Bir dənə zibil yeşiyi çıxsın qabağına. Deməli, hal-hazırda indi dükana satırıq. Məncə bir dənə şalvar falan baxacağam özümə. Görüm düzəməlli bir şey tapa bilirəm, tapa bilmirəm. Yəni krem tapa bilsəm çox bomba olar. Yəni xahiş edirəm tapım.
Tapanmasam da ki, can sağlığı heç nə olmaz. Amma yoruldum ki, ayaqlarım mənim deyil, atqaz gedirlər. Burada da bravo var, sələndə qayıdı çıxanda girərik. Ezmə bu üstünə. Mən Suzanla gəlirəm səhər tuzluq yeymişəm 5-dən. Mən kim deyib o qədər tuzluq yer gicinəndə bax. Niyə də qaqaşda? Yox, gəldi 8 dənə lavaş yemişəm. İndi 5 dənə tuzluq yer. Sayır nə yeyə sayır. 2 dənə pomidor yedim. Yox, pomidor bir dənə yemişəm. Dilim yox. Bütün pomidor yemişəm. Adam üçün. Deməli, indi təzədən gəldik Binəqədiyə, canım Binəqədim. Darıxıram öbür üçün. Uzun müddət burada olmaya da darıxıram buraya üçün. Mən nə istəmsizdir ya. Şəhərə bir damda çıxanda Binəqədi kimi atır da. Hadi ya. Ürəyim Binəqədi belə atır. Biz indi giyirik burada açıqya baxmağa. Görüm nə olur. Həmin o köynə ilə eyni qiymətdə olan açıqı deyirdim ha sizə. Şalvardan da 1 manat baha olan açıqı deyirdim ha sizə. Baxın o açıqı budur. Mən bir qaza gəldim. Getdim bunu aldım. Və aldığım ayaqqabının eynisini 4 manat tutsunu həmin o dükanda gördüm. Yəni ki. 4 manat lohlandım. Sizə gəl yol pulu 5 manat. Yol pulu normalda 1.20 idi, biz bir amca artıq süləndik. O bir amca bizim problemimiz idi. 1 manat 20 qəpik, 1 manat 20 qəpik, 2 manat 40 qəpik yol puluna verdim. Açıq, amma mənə bu inopşi ümumiyyətlə Tez dərdim ayaqqabıdır. Tez dərdim də o ayaqqabıda o 4 manatdır. Bəs mənim? Sən buna ümumiyyətlə. Amma açıqım qəşəngdir. Tək belə necə deyim, günün 10 manatı gözvə tutsa. demədi. Yadıma salma. Amma materialı qəşəngdir. Baxın bir də materialı böyle şüşəsi, əlsiz ban toxunmaq 1 manat, taxmaq 2 manat. Ay sağ ol. Böyle şüşəsi, dəmiri falan plus üstündə bir söz nə verdilər? Açıqı qoymaq üçün əski verdilər, parça verdilər sumka fason bir şey. İçində də açıqını silmək üçün əskisi var. Görürsünüz? Harda var belə bir şey? Kanala abunə olun, 3000 addım olmağa gedirik. Ya da cümlə danışamıram hələ. İsim aldım var. 2989. İnşallah bu videodan sonra kim olur? Amma bir ara bir həftə zarafatsız deyəmədən video atdım. Onda tutuzdurdum da, qalxdım təzədən yuxarı. 2700 idim, 2600 idim, risk 2900 oldum. Həsə abunə olun, 3000 abunə oluruq. 3000 abunə olanda da maraqlı bir dənə bir şey tapıb çəkərik. Daha nə çəkdiyi bilmirəm. Prosta Allah, yəni sözün biri qəpikdən də verə gedirəm də. Bunu eləyək, onu çəkəcəyəm. Onu eləyək, bunu çəkəcəyəm. Heç bir çəkməyi eləmirəm. Yəni ki, mən bir şey desəm inanmayın mənə. Yəni, nə deyirəmsə eləmirəm də. Bilin ki, nə desəm onu eləməyəcəyəm. Bir şey desəm ki, eləməyəcəyəm. New Mağazaya girmişik. Bir dənə şey almışıq. New York-a girmişik. Təsəvvür edin ki, New York-in girişindən biz 5 dəfə keçdik də. Bəlkə çox keçmiş ya. Prosta biz az saymışıq. Və oradakılar da bezdilər biz görməyə. Təsəvvür edin, kassaya kimi gəlmişik. Kassalarla abratla qayıtdıq, qoyduq paltarı yerə çıxdıq. Çünki paltar cırıq idi. Mənə dəxlisi yoxdur qardaş. Paltarın arkasında başım moyda bir dənə deşiyi var, görməmişəm prosta. Kassada olanda fikir vermişəm. Yusufu başımdan belə eləyirəm, Yusuf məndən qabaqdadır. Belə eləyirəm. O da mənə deyir, qol burada bura kimi gəlmişik. Sonra söndərmişəm köynəyi. Buna bax. O köynəyi cırıq deyə çəkədib qoyaq yerdə. Tüm kassa bizə baxardı. Nəysə də getdik indi, çatdıq Binəqədiyə. Evə gələndən sonra bir damcı yatdım, indi oyandım. Girim bir dənə çimim, çıxım, ondan sonra bu videonun editini tamamlayayım, onu paylaşım, yəni səhərdən qalıb, yəni bitirməliyəm bu günləri onu. Yəni uzun bitib, sadəcə qısa vlog qalıb. Yəni rahatı düzü odur. Amma bir dənə də o qalıb. Girim tez-bazara bir dənə çimim, çıxım, sonra bir onu həll edeyim. Ondan sonra da böyük ehtimalla onlayn dərsim falan başlayar. Çimdim, çıxdım, videonu editlədim, videoları paylaşdım və hal-hazırda dərsim başlayır. O səbəbdən yəni indi kameranı söndürürəm, üstündən də sağollaşıram. Çünki dərs bitəndən sonra tez-bazara yatacağam ki, sabahlar səhər tezdən durmalıyam və sabahları saat təsəvvür edin 8-ə qalmış 15 dəqiqədən, yox 9-a qalmış 15 dəqiqədən, axşam saat 6-ya qədər bir olimpiyada da olacaq. Əgər olimpiyadasında milli finalında maraqlı bir video çəkməyə çalışsam sabahları, yəni izləmədə qalın. Gələn videolarda görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Maç elədim abuzu.